Qüds günü ilə əlaqədar Marniyuldə İmam Əli məscidinin önündə aksiya keçirilib. Aksiyada çıxış edən ruhanilər Qəzzada baş verən zülmlərə etiraz edərək müsəlmanları bu ədalətsizliyə susmamağa çağırıblar. Marniyuli mərkəzi İmam Əli məscidinin axundu, imam cümələrdən biri Hacı Hacıyev çıxışında Fələstində müsəlmanlara qarşı edilən zülmlərə etiraz etməyin hər bir müsəlmanın borcu olduğunu vurğulayıb. O, hər kəsi əlindən gəldiyi qədər bu haqsızlığa qarşı çıxmağa və etiraz etməyə çağırıb. Beynəlxalq Qüds günü məzlumların harayına səs vermək, xüsusən də Fələstin və Qəzzada olan məzlumların harayına səs vermək günüdür. Və bugün 1980-ci ildə İran İslam İnqilabının banisi İmam Xomeyni rəhmətullah tərəfindən qoyulmuş bir gündür. Və bugün dünyada yaşayan hər bir vicdanlı müsəlman özünə borc bilir ki, bugün öz etirazını zalimə bildirsin. Yəni bugün Qüds gündür, Ramazan ayının son cüməsi zalimə qarşı və məzlumdan müdafiə eləmək günüdür. Biz də Gürcüstanda yaşayan müsəlmanlar olaraq bugün Ramazan ayının son cüməsini İmam Əli Əleyhissalam məscidinin həyətində mömin və ruhani qardaşlarla bir yerdə az da olsa öz etirazımızı bildirdik. Və zalimlər əmin olsunlar ki, onların sonu Quranda zalimlərin sonu necə olub, onların da sonu elə olacaq. Digər çıxış edən natiqlər də oxşar bəyanatlarla çıxış ediblər. Sonda isə Allahu Əkbər, Qəzzaya azadlıq kimi şüarlar səsləndirilib. Əliyyəm Vəliyullah! Azad olsun Qəzzə! Azad olsun Qəzzə! Lənət olsun zalıma! Lənət olsun zalıma! İşğalçı, Siyonist rejimi tərəfindən bu dövlətin yaradılmağına mane olur və hər vəc və hər addımla Fələstin xalqına zülm olaraq qətliyam törədilir. Körpə, böyük, uşaq, yaşlı demədən hər kəsi qırırlar ki, oradan bunları didərgin salsılar, bütün bunların torpağını işğal edilsinlər. Bunlar da müqavimət göstərirlər, dirənirlər, öz haqlarını tələb edirlər, dünyada nümayiş edirlər və göstərdilər də. Bəli, itkiləri böyük oldu, amma dünya göstərdilər ki, haqq həmişə haqqdır, nəzilsə də üzülməz. Və onların zülmünü Yahudilər də özlərinə bir məzlum sifət yaratmışdı dünyada ki, bunlar həmişə zülmə məruz qalırlar. Onlara zülmə məruz qalma oyunlarını Qəzza pozdu. Zülmkar sifəti ilə dünyada tanıtdı. Məlumat üçün bildirək ki, Qəzza Səhiyyə Nazirliyinin son məlumatına görə 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzaya hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı 41.206 nəfərə, yaralıların sayı isə 95.337 nəfərə çatıb.